Bugün Dünya Robot Olimpiyadası çərçivəsində 8-ci Respublika Robot Olimpiyadası təşkil olunur. Bu tədbirdə məktəblilər və gənclərdən ibarət 8 kateqoriya üzrə 150-dən çox komanda iştirak edir. Eyni zamanda qeyd edim ki, Respublika turnirində 8 kateqoriya üzrə hər qalib ölkəni Singapurda təşkil olunacaq Beynəlxalq Robot Olimpiyadasında təmsil etmək imkanı qazanacaq. Bu olimpiyadanın xüsusi əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, bu məktəblilərdə və gənclərdə elmə, texnologiyaya qarşı marağı artırmağa çox ciddi təkan verir. Eyni zamanda gənclər və məktəblilər arasında sahəvi biliklərlə yanaşı komanda şəklində işləməyi, problem həll etməyi və innovasiya yönümlü düşünməyi özündə ehtiva edir. Komandada kod yazanam və mən komandalaşma ilə kod yazırıq. Mən orada kodlar yazanda həm bəzi maddələr bir yerdən başqa yerə daşıyır, həm də başqa bir maddələrdə də aşağı salır. Mən həm də İRIA-nın təqaüd təlimlərində iştirak etmişəm. Bizim layihəmiz Vuro 2025-də smart ayaqqabı idi. Bu ayaqqabı alternativ enerji yaratmaqla digər insanlarda alternativ enerji və enerji əlçatanlığı yaratmaq, təmiz enerji yaratmaqdır. Layihədə Arduinodan istifadə olunub və faydalılığına görə Vuro 2025-in final mərhələsinə keçmiş layihədir.